Salam yoldaşlar, hər vaxtınız xeyir olsun. İmtahanda səhvlərin böyük bir hissəsi anlayışdan qaynaqlanır. Qrammatik məna nədir? Qrammatik göstərici nədir? Bunların fərqini bilməmək. Mən müəlliminiz Ramal Nuriyev. İndi bunu ən sadə formada sizlərə izah eləyirəm. Birinci sualımız qrammatik məna nədir? Gəlin bu sualın cavabını müəyyənləşdirək birlikdə. Qrammatik məna sözün ayrılıqda nə bildirməsi, onun dildəki digər sözlərlə necə əlaqəyə girməsi, hansı suala cavab verməsi və hansı dəyişikliklərə uğramasıdır. Sadə dillə desək, qrammatik məna sözün hansı nitq hissəsi olduğunu və nitq hissəsi kimi hansı xüsusiyyətlərə sahib olduğunu bildirir. İkinci sualım, bəs qrammatik göstərici nədir? Qrammatik göstərici sözün qrammatik mənasını üzə çıxaran və onu formalaşdıran formal əlamətdir. Əgər qrammatik məna bir anlamdırsa, qrammatik göstərici həmin anlamı ifadə edən alətdir. Azərbaycan dilində qrammatik göstəricilər əsasən şəkilçilər vasitəsilə özünü biruzə verir. Üçüncü sualımsa qrammatik norma nədir? Demək yoldaşlar, qrammatik norma dildə sözlərin düzgün birləşməsi, cümlənin qurulması və sözlərin düzgün dəyişməsi qaydalarının məcmusudur. Bu ədəbi dilin 3 əsas normasından biri və bəlkə də ən sabiti olanıdır. Sadə dillə desək, qrammatik norma dilin onurğa sütunudur. O sözlər arasında yol hərəkəti qaydaları kimidir. Məsələn, əgər bu qaydalar pozularsa, fikir qarşılığı yaranar. Qrammatik normanın əsas tələblərindən bir qismini deyirəm. Burası söz sırası, mübtəda ilə xəbər arasında şəxsi və kəmiyyətə görə uzlaşma, saylardan sonra gələn isimlərin təkdə və ya cəmdə olması, şəkilçilərin sözə düzgün ardıcılıqla artırılmasıdır. Və sonuncu sualım, bəs qrammatik şəkilçi nədir? Qrammatik şəkilçi sözün leksik mənasını dəyişdirməyən, yalnız onun formasını dəyişərək digər sözlərlə əlaqəyə girməsinə xidmət edən şəkilçidir. Onları bir növ geyim kimi düşünə bilərsiniz. İnsan eyni insandır, sadəcə getdiyi yerə uyğun olaraq paltarını dəyişir. Məsələn, dəftər, dəftərin, dəftərə, dəftəri. Yəni, qrammatik şəkilçi bir növ sözün geyimidir yoldaşlar. Unutmayın, imtahanda sizdən soruşulan şəkilçi yox, onun yaratdığı mənadır. Qrammatik göstəricini tapın, qrammatik mənanı müəyyənləşdirin və artıq sual həll olunub. Hamıya uğurlar.